Salam, herkes, mən Fərid. Bugün sizə Switch üzərindən virtual local access network yaratımını öyrənəcəm və VLAN qısaca olaraq öyrədəcəm. İlk öncə kiçik bir lokal şəbəkə quraq. Bu switchimiz və 5 ədəd kompüterimiz olsun. Deməli 1, 2, 3, 4 və 5. Bunu çəkək aşağı. Bu PC-ləri PC-ləri switch-lə əlaqələndirək. Əlaqələndirmə etdik. Biraz irəliləcək. Deməli, əvvəla bu kompüterlərə biz IP verək. 192.168.1.Ctrl+A, Ctrl+C 1. Buna verək 2. Və son kompüterimizdə IP adresi verdik. İndi isə işləyəcək, amma yenə də test edək. Bir kompüterin də internet successful oldu. Biz nə edəcəyik? Deməli, virtual VLAN nədir? Virtual VLAN switch üzərindən portlara müəyyən bir qruplara ayrılır. Məsələn, bura baxaq indi. Switchin arasında ya fizikalda baxaq. Deməli, burada gördüyümüz kimi switchin arasında 24 dənə portumuz var bizim. Virtual VLAN nə edəcək? Müəyyən bir portları müəyyən bir qruplara aid edəcək. Məsələn, deyək ki, buradakı 1-dən 6-ya kimi olan bu portlar bir qrupa aid olsun. 1-dən 6-ya burada. 1, 3, 5, 2, 4, 6-cı portlar burada. Bunlar deyək ki, bir qrupa aid olsun. Bunlar bir qrupa aid olsun. Bunlar da bir qrupa aid olsun. Yəni, qısaca belə bir şey olacaq. İndi isə onu etməyə başlayalım. Bu birisi olsun. Bu digər birisi. Bu da digər birisi. Necə hissələr bilək? Məsələn, bura deyək ki, nə qrupu olsun bura? Bura satış bölməsi olsun. İdarə etmə. Administration. Yəni, belə bir şey. İstədiyimizi yaza bilərik. Deməli, belə qruplara böldük. Bizim portlarımıza dəqiq baxaq. Məsələn, bu hansı porta gəlir? 4-cü porta. Switch üzərinə gələk. Enable yazaq və administrator moda girək. Configure terminal. Deməli, konfigurasiya menüsünə girdik. Buradan VLAN yaradaq. VLAN-ın müəyyən bir ID verməliyik. Məsələn, nə verək? 10 verək. ID 10 olsun. ID verəndən sonra bu VLAN üçün bir ad olsun. Məsələn, name admin. Admin yazaq. Name admin. Bunu yazandan sonra indi interfeysi daxil olaq. Bu portlar üçün olan interfeysə. Bunun üçün configure terminal interface fast ethernet 0.4-cü dəqiqə 0 drop 4-cü port olmalıdır. Bəli. Deməli, bu portu nə edək? Switch port mode access. Bu switch port mode access-ə gətiririk. Bu switch port yalnızca bir VLAN-a aid olur. Modunu access elədik. İndi isə bu mod üçün hansı VLAN-dan istifadə olunacaq onu yazaq. Məsələn, indi switch port access bizdə VLAN 10 idi. 10 yazaq. Aha. Deməli, indi buradan çıxaq. Ctrl+Z. Digər bir VLAN yaradaq. Configure terminal. VLAN. Deməli, 11 olsun. İdarə etmə. Name. İdarə etmə. Exit. Interface. Bunun portlarına baxaq. Hansı porta daxil olub interfacelər. İdarə etmə.
Fast Ethernet 3 və Fast Ethernet 5. 3 və 5-ci portlar. 3 və 5-ci portları indi biz interface Fast Ethernet 0.5 access mod kullanımda olsun. Bu da yazan interface Fast Ethernet 3. port loading 6 port mod access sonra 6 port access ulan 11. Bu idarəetmə də hazırdır. İndi satışa gerək. Satışı da həll edək. 1 və 2-ci VLANlar. Bunun üçün VLAN yaradaq indi yenidən. Deməli VLAN hazırdır bizim VLANlarımız. Deməli necə işləyəcək? VLANlar bir-birləri arasında məlumat ötürə bilməyəcək. İndi yoxlayaq. Satışlar öz aralarında ötürməlidir. Successful. Satış idarəetmə arasında in progress failed. Satış bu administrasiya arasında in progress failed. Və belə biz öz iş yerimizin və yaxud başqa bir idarənin hissələrini müəyyən bir, məsələn, switch portlarını müəyyən hissələrə böldük. Bunu daha da genişləndirmək olar. Məsələn, idarəetmə ilə satış arasında əlaqə olsun, onu etmək olar. Amma o biraz gələcək dərslər mövzuları olacaq. Bugünlük bu qədər olsun. Bugün nə öyrəndik? Switchləri üzərində olan portları müəyyən qruplara ayırmaq öyrəndik və ayırdıq. Satış, idarəetmə və admin olaraq 3 hissəyə ayırdıq. Admin idarəetmələr öz aralarında, satışlar öz aralarında məlumat transfer edə bilir. Bugünlük bu qədər. Sağ olun. Növbəti videoda görüşərik.